səfər hardan başlayır? Səfərin başlanma yeri. Burada da alimlər bəzi vaxtlara görə bəzi ölçülər deyiblər. Məsələn, deyiblər 16 fərsəx. Fərsəx ölçüsü də 1 fərsəxin 5 kilometrdir. 16 fərsəx da təxminən 80 kilometrdir. Və yaxud da 4 burd deyiblər. Burd da ölçü vahididir. Bir burdun 20 kilometrdir məsələn. Yenə 80 kilometrdir. Yəni hamısını hesablayanda 80 kilometr gəlir. Amma belə bir hədis yoxdur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm desin ki, 80 kilometrdən sonra səfər. Sadəcə olaraq hesablayıblar ümumi hədislərə görə. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, Allaha və axirət gününə iman gətirən qadına bir gecə və gündüz öz məhrəmi olmadan səfər etməsi icazəli deyil. Yəni haramdır. Ona görə qadının tək başına səfər etməməlidir. Buradakı bir gecə və gündüz artıq səfər adlandırdığına görə Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni bir günü 24 saatı səfər sayıb. 80 kilometrdə təxminən bir gün ərzində getmək olur. Ona görə o 80 kilometri oradan çıxardıblar. Amma əsl nədir? Əsl odur ki, yaşadığın şəhəri tərk eləmək. Yəni məsələn biz yaşayırıq Bakıda. Bakının ən axırıncı kəndləri hardadsa, oradan çıxdınsa qırağa və binalar gözdən itdisə, sən səfər niyyəti ilə getmisən. Bu şeylər tamamlanmalıdır səndə. Artıq sən səfərdə sayırsan.